Son vaxtlar hamı Temudan pulsuz hədiyyələr alır. Sən də Temudan pulsuz hədiyyə almaq istəyirsənsə, ilk öncə Temu proqramına daxil olmalısan və daha sonra üst tərəfdə axtarış bölümünə ekrana gördüyünüz kimi belə bir kod yazmışam. Bu kodu yazmalısınız. Bəli, gördüyünüz kimi kodu daxil etdim və bu formada bir şey gəldi. Bizdən indi burada istəyir ki, müəyyən hədiyyələr seç. Bu hədiyyələri seçirik və bizə müəyyən tapşırıqlar verir. Gəlin biz də 3 dənə rastgele hədiyyələr seçək. Görək bizə nələr deyəcək. Baxın buradan ürəyinizin istədiyi hədiyyələri seçək. Qiymətinə falan fikir verməyin. Onsuz bunları bizim elədiyimiz tapşırıqlara görə bizə verəcək. Gəlin görək bizdə nələr gələcək. Bizim baxdığımız məhsullara uyğun məhsullar çıxardır. Baxın ekstra bonus, ekstra şans falan da verə bilər. Bunlara diqqət edərək oxuya-oxuya görün burada nələr istəyir sizdən. Və əlavə olaraq da onu deyim ki, hədiyyələri alarkən üstə yazdığımız kodu daxil etdiyimiz kimi endirim kodlarını da bura daxil edirik. Birazdan bu haqqda mən sizə ətraflı məlumat verəcəm. Bəli, burada yenə bizdən hədiyyə seçməyimizi istəyir. Baxın elə buradan bir hədiyyəni bu formada al deyib seçirəm və yenə burada bizə bir qiymət verdi. 31.93 deyir. Daha sonra yenidən animasiyalarla falan yazılar gəlir. Başqa hədiyyə seçməyimizi istəyir. Mən heç diqqət eləmədən seçirəm. Çünki burada müəyyən qızıl qaydalar var. Bunları sizə göstərmək istəyirəm. Yenə baxın burada Wi-Fi aparatı var. Bunu da seçdim. Ödəmə yap dediyinizdə yenə sizdən hədiyyə seçmənizi istəyir. Yəni bu formada davam edirsiniz. Burada müəyyən məbləği istəyir. O məbləği daxil etməlisiniz. Bura baxın hələ də məhsulun qiymətini artırmağımızı istəyir. Ücretsiz hədiyyələr və ürünlər üçün daha fazla məhsul seçdir. Baxın hələ də seçməyə davam edirəm. Yəni qısaca sizə burada bir şey demək istəyir ki, siz müəyyən limit var, o limitə çatdırın. Daha sonra o limiti aşağı düşürtməyə çalışın. Gəlin baxın gördüyünüz kimi ekranda gəldi. Ödəmə yap deyərək bunu aktiv edə bilərsiniz. Baxın bizi ödəmə ekranına atdı. Qısaca burada həm bizim, həm də özlərinin qazanmasını istəyir. Baxın indi burada açılsın. Mən bunu sizə göstərəcəm. Burada indi bizdə tam dəqiq gəlmədi. Çünki kampaniya hər gün dəyişilir. Yəni hər gün yeni güncəlləmələr, yeniləmələr gəlir, ona görə də başqa cür oldu. Normalda burada bizdən başqa istifadəçiləri proqrama dəvət etməyimizi istəyir. Bu dəvət vasitəsilə həm biz pulsuz hədiyyələr alırıq, həm də Temu özü yeni istifadəçilər qazanır. Yəni hədiyyələr qazanmaq üçün mütləq Temu proqramını telefonuna yükləməmiş istifadəçilər dəvət etməlisiniz. Bu biraz qəliz məsələdir. Çünki bu dəqiqə indiki dövrdə hamının telefonunda yüklü olan Temu proqramı var. Hətta belə bəzilərinin qeydiyyatları belə var. Ona görə də biraz bu tapşırıqları yerinə yetirmək çətindir. Hətta belə mənim fikrimcə bu proqramdan 2% istifadəçi və ya 3% istifadəçi pulsuz hədiyyə qazana bilib. Yəni biraz qəliz məsələdir. Amma mən bu videomuzda sizlərə bunu ətraflı şəkildə göstərəcəm və siz də ətraflı şəkildə bu videonu izləyərək pulsuz hədiyyələr qazana bilərsiniz. Bəli, buradan pulsuz hədiyyələr qazanmaq üçün qızıl qaydamız odur ki, az öncə də mən bunu sizə dedim. Hələ telefonuna Temu proqramını yükləməmiş istifadəçilər lazımdır. Düzdür, bu biraz qəliz məsələdir. Yəni siz bunu necə edəcəksiniz? Yəni bütün dostlarınız, tanışlarınız artıq Temu proqramını yükləyib, sizdən əlavə çox adam istifadəçi linki göndərir və onlara Temunu yüklətdirir. Yəni bu biraz qəliz məsələdir. Çünki hamı bu dəqiqə Temu proqramını istifadə edir, hesab falan açıblar. Ona görə də bu biraz qəliz məsələdir. Qızıl qaydamız budur ki, Temu linkini, yəni özünüzün paylaşdığınız linki həm WhatsAppda, Instagramda, Facebookda, TikTokda, bütün istifadə etdiyiniz sosial platformlarda paylaşın. Az da olsa bunun sizə xeyri olacaq. Yəni orada sizdə birinci misal üçün 30 manat deyirsə, o 30 manat 20 manata düşür. Daha sonra 10 manata düşür, 15 manata düşür. Bu aralıqlarda düşür. Ta ki gəlir 50 qəpikdə, 2 qəpikdə bu aralıqlarda ilişir qalır. Və siz bunu etmək üçün də yenə də az öncə qeyd etdiyim kimi real Temu istifadəçisi əlavə etməlisiniz. Bunu da etmək üçün yenə az öncə qeyd etdiyim kimi Instagram Reels'sa, Instagram hekayənizdə, Facebookda, TikTokda və yaxud da YouTube səhifəniz varsa orada ictimai bölümündə falan paylaşın. Bir və ya 2 yeni istifadəçi gəlsə bu sizə bəs edəcəkdir. Əlavə olaraq da Temu istifadə etmədiyiniz qohumlarınızın, tanışlarınızın telefonuna yükləyərək də bundan yararlana bilərsiniz. Mənim fikrimcə bu işinizə yarayacaq. Bu metodlarla bəzi istifadəçilər pulsuz hədiyyə almışdır. Və burada pulsuz hədiyyə almanın mənfi cəhətlərindən biri də odur ki, burada bizə müddət verir. Yəni 23 saat 59 dəqiqə, yəni qısaca bir gün 1 sutka verir bizə. Bu 1 sutka siz o istifadəçiləri toplayana qədər tamamlanır. Bir dənə mənfi xüsusiyyət burada budur ki, bir gün ərzində etməlisiniz bu dediklərimizi. Yəni buna görə də qısaca onu qeyd edim ki, bunu etmək mənim fikrimcə biraz mümkün deyil. Yəni az öncə də qeyd etdim ki, 2% və ya 3% istifadəçi pulsuz hədiyyə qazanıb. Səbəbi isə elə budur ki, müddəti çox qısa qoyublar. Bu müddətin qısa olması istifadəçilərin qarşısını alır və az hədiyyə almağımıza səbəb olur. Bəli, videonun əvvəlindən indiyə qədər dediklərimin sizə heç bir faydası olmadısa, yəni hədiyyə hələ almadısa, qısa bir açıqlama verin. Bundan sonra vacib məsələlər haqqında danışacağam. Ümid edirəm ki, bundan sonra deyəcəklərim sizin üçün faydalı olacaqdır. YouTube kanalımızda bunun kimi faydalı, maraqlı videolarımız var. Kanalımıza keçid edib baxa bilərsiniz. Mənim fikrimcə bütün videolarımız sizin işinizə
işinizə yarayacaq. Bizə dəstək olmaq istəyirsinizsə, aşağıdan kanalımıza abunə olub, videomuza like atıb, bir də bildiriş zəngini aktiv edə bilərsiniz. Bu dediklərimi kanalımıza etdinizsə əgər, gəlin sizlərə Temuda pulsuz hədiyyə qazanmasaq belə alacağımız məhsulları maksimum endirim səviyyəsində almağı göstərəcəm. Baxın, mən sizə biraz bundan əvvəl real istifadəçi tapmaq haqqında danışdım. Yəni Instagramda, TikTokda falan paylaşmaq dedim. Bəli, bunlar sizin çox işinizə yaraya bilər. Yəni Facebookda, TikTokda, Instagramda paylaşaraq az öncəki kimi hədiyyələr ala bilərsiniz. Bu sizin işinizə yaraya bilər. Yox, əgər bu üsulla hələ hədiyyə qazana bilməmisinizsə, qısaca sizə müəyyən açıqlamalar verəcəm. Az öncə qeyd etdiyim kimi məhsulları maksimum endirimlə alacaqsınız. Misal üçün burada ekranda özünüz də görürsüz. Fen var. Misal üçün saç qurutma feni. Bunu almaq istəyirsinizsə, bunu maksimum endirim səviyyəsinə düşürtməlisiniz. Gəlin elə yenə bunu göstərim. Videomuzun əvvəlində diqqət etdinizsə əgər, mən dedim ki, Trendyol'dakı kimi endirim kodlarını burada axtarış bölümünə yazırıq. Yəni az öncə də qeyd etdim. DTZ 2848 kodunu buraya yazdıq və endirimlər və kampaniyalar bizi qarşıladı. Eynən bunun kimi digər endirim kodlarını araşdırırsınız. Yəni internetdə Temunun WhatsApp kanalında, Telegram kanalında falan araşdırmalar edirsiniz və axtardığınız, tapdığınız kodu bu hissəyə daxil edirsiniz. Misal üçün eynən Trendyol'da da həmin kodlar var. Misal üçün qeyd olunub ki, ilk 30 kodu. Həmin kodu buraya daxil edib axtarış verəcəksiniz və sizin üçün eynən sizin axtardığınız məhsullar endirimli şəkildə sizi qarşılayacaqdır. Baxın, buraya ilk 30 yazdım. Düzdür, bu kod burada işləməyəcək, çünki bu Trendyol'un kodudur. Siz Temuya uyğun olan kodları axtarın və buraya daxil etdiyinizdə sizin axtardığınız məhsullara uyğun endirimlər çıxacaq. O endirimlərə əsasən məhsulları ucuz şəkildə ala bilərsiniz. Misal üçün qısaca bir misal çəkimsə, 50 manatlıq bir məhsul 20 manata gəlib çıxacaqdır. Yəni bunlardan istifadə edə bilərsiniz. Videonun əvvəlində mən sizə pulsuz hədiyyə almağı göstərdim. Bu biraz mümkünsüzdür. Çünki burada özlərinin qazanmasına çox üstünlük veriblər. Yəni hamı həmin linkləri paylaşır. Həmin linklər paylaşıldıqca da Temu proqramı istifadəçi qazanır. Özləri üçün bu məhsulları sizə pulsuz vermələri özlərinə ziyandır. Ona görə də bunları nəzərinizdə saxlayın. Endirimlərdən də istifadə etməyinizi tövsiyə edirəm. Və endirim kodlarından əlavə olaraq da istifadə etdiyiniz hesabda siz məhsul sifariş verdikcə sizin hesabınız güzəştli hesab halına gəlir. Yəni hər dəfəsində məhsul sifariş verdikcə digər məhsulların qiyməti düşür. Misal üçün buradan hər hansı bir məhsula girək. Baxın, bu məhsula daxil olduq. Bunun burada qiyməti hal-hazırda misal üçün 2 manatdırsa, gələn dəfə baxdığımda məhsul sifariş etdikdən sonra buna baxdığımda bunun qiyməti düşəcəkdir. Yəni siz Temuya xeyir verdikcə o da özü xırda-xırda sizə xeyir verməyə başlayır. Yəni məhsulları endirimli şəkildə sizə tövsiyə edirəm. Misal üçün elə adi bu məhsula girək. Altda bu formada narıncı rəngdə endirim tətbiq olunmuşdur falan yazsın görsəz, bilin ki, sizin hesabınız güzəştli hesabdır. Baxın, bunu mən buradan misal göstərim sizə. Baxın, sifarişlərin bölümünə girdiyimizdə görürsünüz ki, mən özüm də məhsul sifariş vermişəm və bunun əsasında Temu proqramı mənim baxdığım məhsullara endirimlər verib. Yəni Temu hesabından istifadə edin və bütün məhsullarınızı eyni hesabdan sifariş verin. Hər dəfəsində hesab dəyişməyinizə falan ehtiyac yoxdur. Bu formada etdiyinizdə həqiqətən də hesabınız güzəştli hesab halına gələcək və bütün məhsullar endirimli şəkildə gəlib çıxacaqdır. Və son olaraq da onu qeyd edim ki, Temudan məhsul sifariş edərkən müəyyən qaydalar var. Bunlara diqqət edin. Misal üçün gəlin axtarış bölümünə bir məhsul yazaq və bunun üzərində axtarış edək. Baxın, gördüyünüz kimi amfi səs sistemi yazdım. Burada yazdığımızda axtarış bölümünə diqqət etsəz, baxın, çıxan məhsullara fikir verin. Baxın, misal üçün bu bir məhsuldur. Bunun qiyməti 25 manat 69 qəpikdir. Daha sonra biraz aşağı sürüşdürürəm. Həmin məhsul məni yenə qarşılayacaq. Baxın, yenə həmin məhsul. Bunun isə qiyməti 18 manat 33 qəpikdir. Yenə biraz aşağı düşürəm. Aşağı düşdükcə eyni məhsul məni həmişə qarşılayacaqdır. Baxın, yenə eyni məhsul. Burada isə 22 manatdır. Yəni hər dəfəsində axtarış bölümünə yazdığınız məhsula və çıxan məhsullara diqqət edin. Burada məhsullar çıxdığında baxın, gördüyünüz kimi eyni məhsuldan burada bəlkə 10 dənə, 15 dənə burada var. Baxın, bu 39 manatdır. Daha sonra onun altındakı yenə 61 manatdır. Baxın, fikir versəz hamısı eyni məhsuldur. Eyni göstəricilərə malik, eyni markanın eyni məhsuludur. Yəni ən ucuzu burada gördüm. Deyəsən 18 manat idi. Bir dəqiqə onu tapım, onu sizə göstərəcəm. Baxın, 18 manat. Eyni məhsuldur, amma qiyməti çox ucuzdur. Siz burada axtarış edərkən diqqətli şəkildə axtarış verin və
ən ucuz hansıdırsa, keyfiyyətli hansıdırsa, onu səbətinizə əlavə edib və alın. Ümid edirəm ki, bu üsulla siz də məhsulları ucuz ala bilərsiniz. Yəni məhsulu elə araşdırarkən, adını yazarkən ən üstə çıxanı bu formada götürüb səbətə əlavə etməyin. Araşdırma edin, ən ucuz hansıdırsa, başlıqları falan oxuyun, uyğun gəlirsə elə həmin məhsulu alın. Bir də az öncə də eşitdiniz ki, başlıqları oxumaq dedim. Mütləq başlıqları oxuyun. Yəni üst tərəfdə məhsulun həm başlığı, alt tərəfdə də onun açıqlaması var. Onları diqqətli şəkildə oxuyun, sonra alın. Şəklə baxaraq məhsul sifariş verirsəz, əlinizə başqa və əlaqəsiz məhsullar gəlib çıxa bilər. Mənim fikrimcə bu göstərdiyim üsullar sizin işinizə yaramışdır və məhsulları maksimum endirimli şəkildə sifariş etmisiniz. Bəli, bu videomuzda mən sizlərə Temuda endirim kodlarından istifadə edərək məhsulları ya pulsuz, ya da endirimli şəkildə sifariş verməyi göstərdim. Videomuzun ən əvvəlində qeyd etdiyim pulsuz sifariş vermə məsələsi biraz qəliz məsələdir. İnşallah biraz da araşdırmalar edərəm və bunun haqqında daha ətraflı video çəkərəm. Əsas burada endirim kodlarına üstünlük verdim ki, istifadəçilər faydalansın bu videodan. Ümid edirəm ki, bu video sizin işinizə yaramış. Nəysə, çox uzun danışdım. İnşallah video sizin üçün faydalı olmuşdur. Kanalımıza dəstək olmaq istəyirsinizsə aşağıdan abunə olub, videomuza like atıb, bildiriş zəngini aktiv edə bilərsiniz. Gələcək videolarımızda görüşərik. Sağ olun, salamat qalın.